Sumqayıtda toyuqların zəhərlənməsi iddiası ilə başlayan qonşu mübahisəsi qanlı faciə ilə bitmişdi. 66 yaşlı ahıl qadını kərki ilə qətlə yetirməkdə ittiham olunan və 18 il həbs cəzası alan Mikayıl Şərifovun işi ali məhkəməyə gedib çıxdı. Təqsirləndirilən şəxs özünü necə müdafiə edir? Sumqayıtda yaşlı qadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Mikayıl Şərifovun barəsindəki məhkəmə hökmündən kassasiya şikayəti verilib. Sumqayıt TV Pravda.az-a istinadən xəbər verir ki, şikayətə tezliklə ali məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılacaq. İttiham haqqındakı detallar isə insanı dəhşətə gətirir. Hadisə 5 yanvar 2025-ci il tarixdə axşam saat 20 radələrində Sumqayıt şəhərinin Xəzər Bağları ərazisində Qız Qalası küçəsində baş verib. Mikayıl Şərifov küçədə qonşusu 1958-ci il təvəllüdlü Mehbarə Ələkbərova ilə rastlaşıb. Tərəflər arasında qadına məxsus toyuqların qəfil zəhərlənərək tələf olması iddiaları ətrafında ciddi mübahisə yaranıb. Bu zaman Mikayıl Şərifov xuliqanlıq niyyəti ilə hərəkət edərək köməksiz vəziyyətdə olan yaşlı qadına məişətdə istifadə olunan kərki ilə qəddar şəkildə hücum edib. O, qadının baş və üz nahiyələrinə çoxsaylı zərbələr endirib. Ağır kəllə beyin travması və sınıqlar alan Mehbarə Ələkbərova xəstəxanaya çatdırılsa da 3 gün sonra orada vəfat edib. İstintaq onun xüsusi amansızlıq nümayiş etdirdiyini desə də, Mikayıl Şərifov məhkəmədə ittihamla yalnız qismən razılaşıb. O iddia edib ki, qətli əvvəlcədən planlaşdırmayıb və hadisə günü həm spirtli içki qəbul edibmiş, həm də narkotik asılılığından müalicə alırmış. Təqsirləndirilən şəxsin sözlərinə görə qaranlıq küçədə qəfil hücuma məruz qalıb. Mehbarə Ələkbərova ona taxta alətlə vurub. O isə özünü müdafiə etmək üçün həmin aləti qadının əlindən alaraq zərbələr indirib. Şok vəziyyətdə olduğunu, zərbələrin sayını xatırlamadığını deyən Şərifov, zərərçəkmişin qadın olduğunu belə sonradan bildiyini və polisə özünün zəng etdiyini irəli sürüb. Lakin Sumqayıt Ağır Cinayətlər Məhkəməsi bu iddiaları əsassız hesab edərək onu 18 il müddətinə azadlıqdan məhrum edib. İndi isə son sözü Ali Məhkəmə deyəcək. Məhkəmə prosesinin gedişatını və Ali Məhkəmənin verəcəyi yekun qərarı diqqətdə saxlayacağıq. Sumqayıtdan da ölkədən ən mühüm xəbərləri, məhkəmə xronikalarını operativ izləmək üçün Sumqayıt TV-ni izləyin.